hansı ki təxminən miladdan öncə eramızdan əvvəl 870-ci ildə Assur kralı Assurnasirpal yeni paytaxtı Nimrudun şərəfinə bir ziyafət verir. Tarixin görüb görə biləcəyi ən böyük ziyafətlərdən birini verir, təşkil edir və məqsədi burada nədir? Kralın həm öz xalqına, həm də xarici təmsilçilərə gücünü, zənginliyini, qüdrətini göstərməkdir. Gəl gör ki, ziyafətin əsl təsir edici tərəfi burada, əhəmiyyətli məna kəsb edən tərəfi burada kralın içki seçimi idi. O, deməli, Mesopotamiyanın alışılmış içkisi olan pivəyə yox, baş köşəni deməli şəraba vermişdi. Həm saraydakı oyma daş relyeflər onu qamışla pivə içərkən göstərmir, tam tərsinə əlində qızıl kasa ilə, yəni bir kasa ilə təsvir edir. Ehtimal ki, bu kasa qızıldandır və həmin bu kasanın içindəki də şərabdır. Pivənin pabucu desək dama atılmış mıydı? Xeyr. Pivənin deyir o pabucu dama atılmamışdı. Bu ziyafətdə 10.000 küp pivə də ikram edilmişdi, təqdim edilmişdi qonaqlara, amma bununla yanaşı 10.000 tulum da şərab ikram edilmişdir. Və ən cazib tərəfi budur ki, deyəcəyiz bu nə var? Ən cazib tərəfi budur ki, Mesopotamiyada tapılan içki deyildi. Yəni Mesopotamiyada nadir tapılan içkidir şərab. Oraya xas deyildi, oraya məxsus deyildi. Bilirik ki, buraya xas olan içki pivə idi. Şərabı dağlardan ovalara daşınmağın maliyyəti, xərici çox böyükdür və bu şərabı pivədən ən az 10 qat daha bahalı edirdi. Və buna görə də Mesopotamiya mədəniyyətində bir egzotik içki, bir yabancı, xarici bir içki olaraq görülürdü. Şərab yerli içki deyildi. Qısaca şərab içməyə ancaq zadəganların gücü çatırdı və əsas istifadəsi də dini idi. Nadir tapılması, yüksək qiyməti olması, bu durumda şərab tapıldığı zaman onu tanrıların içməyinə layiq bir içki